Bəlkə də bəziləriniz konfet ağacının adını eşitmişsiniz. İlk olaraq hamı təəccüb edir. Görəsən həqiqətənmi yer kürəsində konfet, şokolad ağacı mövcuddur? Əgər belə bir ağac vardısa, bəs meyvəsi necə olur? Hansı konfetin dadını verir? Bütün bu suallara qarşıdakı video materialda cavab tapacaqsınız. Lənkəranlı bağban Nizam Cabbarov 35 ildir ki, bağbanlıqla məşğuldur. Həyətyanı sahəsində yüzlərlə meyvə ağacları ilə yanaşı, konfet və sidr ağaclarını da yetişdirməyi bacarıb. Hər iki ağacın bağbana rast gəlməsinin tarixçəsi də maraqlıdır. Deyir, ötən əsrin 80-ci illərində peşə məktəbində işləyərkən bazara, tanışlarının həyətyanı sahələrinə gedib, qeyri-adi ağaclarla maraqlanırmış. Qəribə ağac rast gəlmişdi. Təsərrüfata meylim olduğu üçün həmən qəribə ağaclardan da biri də deyilənlərə görə şokolad ağacıdır. Sonra mətbuatda mən bunu öyrəndim, nə olan ağacdır, nə olan bitkidir bu. Kitabxanada Lənkəran haqqında bir kitab var idi. Həmən kitabı götürdüm, maraqlandım. Lənkərana hansı illərdə hansı bitkilər gətirilib, qəribə bitkilər. Həmin ərəfələrdə Lənkərana bu ağacdan cəmi 30 ədəd gətirilib. Ağaclardan biri də Nizam kişiyə qismət olub. Konfet ağacının digərlərindən fərqi təkcə adı və dadı ilə bağlı deyil. Belə ki, digər meyvə ağaclarının çiçəklənmə dövrü bitdikdən sonra konfet ağacının çiçəklənmə dövrü başlayır və oktyabr-noyabr aylarında bar verir. Həmin vaxt ağaca arılar qonur. Ağacın bar verməyi isə düz 8 il çəkib. Meyvənin dadı xurmadan şirindir, amma bir neçə meyvənin dadını verir. Tərkibində xeyli miqdarda insan orqanizmi üçün faydalı maddələr, o cümlədən qlükoza, protein, saxaroza, fruktoza var. Konfet ağacının meyvələri həmçinin nəfəs yollarının iltihabı, əsəb pozğunluğu, yoğun bağırsaq və öd kisəsi, mədə və böyrək xəstəliklərinin müalicəsində effektiv təsirə malikdir. Qeyd edək ki, Azərbaycan üçün nadir bitki sayılan konfet ağacını qoruyub gələcək nəsillərə ötürmək məqsədi ilə onun adı ölkənin qırmızı kitabına daxil edilib. Məhəmməd Rzayev, Rövşən Əzimov, Lənkəran.